Hər gün qəbul imtahanına düşmüş 5 sual izah edirəm. Birinci günün ikinci sualına gəlin, baxaq. Şərtdə deyilir ki, düz xətt üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. 4 saniyə müddətində cismin getdiyi yol yer dəyişməsinin modulundan nə qədər çoxdur? İlk öncə gəlin getdiyi yolu tapaq. Hansı ki, baxın, -3 koordinatındadır başlanğıcda bu cisim. 3-cü saniyənin sonunda 3 koordinatına gəlmişdir. Gedilən yolu tapmaq istəyirəmsə, son koordinatdan başlanğıc koordinatı çıxacam. Yəni 3 çıx -3 mənə verəcək 3 + 3 6 metr. Deməli bu hissədə 6 metr yol qət etdi. Digər hissədə isə gördüyümüz kimi 3 koordinatından 4-cü saniyənin sonunda 2 koordinatına gəlmişdir. 3 və 2-nin arası əlbəttə ki 1 metr məsafə qət edir. Yəni 3-dən 2-ni çıxdım 1 metr. Deməli bu hissədə də 1 metr qət etdi. Ümumi onda nə qədər yol qət etdi? 6 + 1 7. Yolu da el hərfi ilə işarə edirəm. 6-ın üstə 1 gələndə olacaq 7 metr. Deməli yolu tapdıq. Yerdəşmədə isə cismin başlanğıc və son vəziyyətinə fikir vermək lazımdır. Hansı ki, yerdəşmənin tərifini biz bilirik ki, cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıcda -3 koordinatındadır, 4-cü saniyənin sonunda 2 koordinatındadır. Onda biz yerdəşməni tapanda x çıxaq x0-dan tapacağıq, son koordinatdan başlanğıc koordinat çıxacaq. Yəni 2 çıxaq -3, bu da mənə verəcək 2 + 3 5 metr. Gördüyümüz kimi yerdəşməyə də 5 tapdıq. Bizdən soruşur ki, getdiyi yol yerdəşmə modulundan nə qədər çoxdur? İndi baxın 7 5-dən nə qədər çoxdur? Əlbəttə ki 2 metr çoxdur. Ona görə doğru cavab olacaq Y variantı.